Rejissor azad olan adamdır. Bir adam azaddırsa, o rejissordur. Burada molla pisdir, sən də bir dənə molla çək, onu yaxşı olan kimi təqdim elə. Olsun da bir dəfə də molla yaxşı olan. Nə vaxtda ki molla lağlaq olur, molla şərəfsizdir, vicdansızdır, molla prikolu tutulur. Bir dəfə də molla yaxşı olsun, molla nə qədər vicdanlıdır, nə qədər bu dəyərli insandır cəmiyyət üçün. Mən elə adamlar tanıyıram, eyni qədər tanıyırsınız. Ay qız tel, buradan eşit, buradan. Belə danışıq yoxdur da biz realda necə biz danışırıq. Biz çox səmimi, amma orada bir pafos var filmlərin içində. Elə bilir ki, süni intellekt və bu incəsənət adamların işi getdi. Ya belə deyil. Dünənə kimi biz şotka ilə hesablayırdıq. Sonra bugün əlimizdə kalkulyator var. Yəni yenə Yenə də vasitədir. yeni vasitə. Yanılmasa Lev Tolstoy dedi, xoşbəxt o insandır ki, bir işə gedəndə xoşbəxtdir, bir də işdən qayıdanda. Mən təəssüf edirəm ki, 15 ildən sonra, 20 ildən sonra o cürə babalarla biz rastlaşmayaq. Çox az rastımıza çıxacaq. O nənələr də olmayacaq. Mən həmişə iki şeyə görə Allaha təşəkkür edirəm. Deyirəm ki, Allahım, nə yaxşı ki, məni xəlq elədin. Bir də təşəkkürüm ki, İlahi, nə yaxşı ki, məni Hacı sənin dövrünə. Salam əziz dostlar. Yenidən rəngli podkastımızda sizləri xoş gördük. Bugünkü podkastımızın qonağı rejissor, dostum Elçin Ağzadədir. Xoş gördük. Xoş gördük Samir əziz qardaşım. Şadam. Bu podkast layihələr yeni layihələrdir. Mən istəyərdim ki, ümumiyyətlə fərqli cəhətlərdən bizim əziz dostları bu layihədə görək, onların fikirlərini eşidək. Elə bu sualdan başlayaq. Sizə görə, sənə görə deyək, belə daha yaxşı münasib olar. Çünki bizim dostluq münasibətimiz var. Rejissor kimdir? Əvvəla Samir əzizim təşəkkür edirəm məni dəvət etdiyinə görə. Ümid edirəm bu rəngli podkast izləyicilərimizin düşüncələrinə yeni bir rəng qatmış olar. Rejissor kimdir? Bu əslində yaxşı sualdır. Mən cavabı belə verərdim. Əgər desələr ki, rejissor təcrübəsi olan bir adamdır və yaxud da insan psixologiyasını yaxşı bilir və yaxud da belə deyək də kinematografiyadan anlayışı olan və yaxudsa bunlar hamısı gözəldir. İkinci, üçüncü dərəcəli hissələrdir ki, bu puzzle kimi yığılır və bu adı biz təxmin edirik. Amma bunun əsas cavabıdır. Rejissor azad olan adamdır. Bir adam azaddırsa, o rejissordur. Yəni bu rəssamdır, belə deyək, bütün incəsənətin dövrü. İnsan azaddırsa, bütün məsələlərdən azaddırsa və özüdürsə, o rejissordur. Bunu da deyim, Samir əzizim, bizə bu kəlmə rus dilindən gəlibdir. İngiliscə bu direktordur. Yəni bizim bildiyimiz direktor ki var, idarədə işləyirlər. Bu idarə edən. Türklər bunu daha yaxşı tərcümə ediblər. Yönetmən. Yəni bu adam yönləndirir cəmiyyəti. Bu adam cəmiyyəti yönləndirir. İndi bu biz nəyə bənzəyir? Bu insanları dilçəldə də bilər. Həmən rejissor. İnsanları məhvə doğru da apara bilər. Məsələn, bir tısbağanı öldürmək də olar. Amma onu tərsinə çevirsək, yenə ölmüşdü də. İnsanı da məhv etmək üçün elə kifayət deyil ki, başına balta vurasan. Onu mənəviyyatını da əldən almış olsan, elə öldürmüş misalındadır, mənə elə gəlir. Çox gözəl cavab oldu Elçin əzizim. Demək, mən Elçin Ağazadənin, rejissor Elçin Ağazadənin millilik görürəm onun işlərində. Yəni bunu hiss eləmişəm. Həm də daha çox onun həssas nöqtələrindən biri Bakı. Bakını daha çox hiss eləmişəm. Mən Elçin Ağazadənin filmlərində daha çox Rasim Ozaqovun dəstxəttinə bənzərlik görürəm. Bilmirəm, bu mənim sezgilərimdir, yoxsa Elçin müəllim özü cavab verər buna. Rasim Ozaqov mənim üçün çox böyük duhadır. Ruhu şad olsun. Nə xoş mənə ki, bu bənzətmə oldu. Bu səmimi təvazökarlıq olacaq.
Düzdür, mən onu çox izləyirəm, onun Bəli. bütün filmlərini baxıram. Sonuncu dəfə də elə biz bir yerdə İlqar müəllimin tədbirində deyirdim ki, qapı məsələsini dedim ki, Bəli. bağlı qapı arxasında məsələsi ki, Bəli. filminə toxundum. Eee, bəli, mən Eldar Quliyevdir, Rasim Ocağovdur. Bu rejissorlar mənim eee, həyatıma böyük, yaradıcılığıma böyük Töhfələr verir. töhfələr veribdir. Bəlkə də bundan irəli gəlir ki, mən İçəri şəhərdə böyümüşəm. Bəli. Uşaqlıq dönəmim İçəri şəhərdə keçib. Bəlkə də bu Bəlkə də o əlaqə var, bir rabitə var. Həm də onlar daha çox o elə bil işlərdə, o hansı ki ortaya qoyulan o filmlərdə həm milli kolorit hiss olunur, həm də şəhərin özünün quruluşundan tutmuş, o şəhərdə mən bu yaxınlarda belə bir ifadə gördüm. Çox xoşum gəldi. Həmid Hirçinin bir dəvət olmuşdu podkastda Müşfiq Ötkünün Bəli. deməli dəvəti əsasında gəlmişdi. Çox maraqlı bir ifadə işlədi. Dedi ki, fədailər vardı. Əvvəl o fədailər dövləti qoruyurdular. Sonralar o fədailər ki, biraz təqibə məruz qalandan sonra o fədailər başladılar ailələri qorumağa. Ki, İçəri şəhərdə o deməli o ailələrdəki bəzi insanlar vardı, qız gəlini qoruyan. Bax, mən Rasim Ocağovun filmlərində o şeyləri görmüşəm. Bəzən tənqiddə olunum, amma bir növ o Sovetin o belə senzurasından gizlənərək, senzurasına gizlədərək, örtərək o məqamları həmişə vurğulayır. Ümumiyyətlə necə yazıçı Anar 80-lardan bu yana ədəbiyyata bir yenilik gətirdi. Bəli. Rasim Ocağovun da dəsti xəttində Ölsən bağışla, Bəli. Təxminə və Zaur, Bəli. Park, Bəli. Bağlı qapı arxasında bu Azərbaycan kinematografiyasında yenilik idi. Bəli. Yəni buna qədər biz bir balaca kinolarda nə görürdük? Bu biraz da əvvələ gedim, əgər baş ağrı deyilsə. Yox. İkisini oxuyur. Əvvəl Şəbək olubdu. Bəli. Meydan tamaşaları. O biz məşhur filmlər Zita və Gita'da görmüşdüyümüz. Orada Azərbaycanda da olub meydan tamaşaları. Xalq tamaşaları. Çox bu yaxınlarda klassik ədəbiyyatımızda İmam Hüseyn sənədi filmində mənim filmimdə bu Rövşən Abdullaoğlu bu barədə açdı. Yəni Azərbaycan Şəbəyində də iki növ Novruz, yəni şənlik tamaşaları və kədər üzərində də orada necə şənlikdə Kosa Keçab personajı var. Bəli. Qəm qüssədə Yezid İmam Hüseyn bir prototipini biz görürük. Bəli. Demək Şəbək olub. Şəbəkdən sonra teatr olubdu. Bəli. Teatrdan sonra gəlib kino. Bəli. Həmin kinoda uzun illər teatrın halından çıxa bilməyibdi. Bir danışıqda da bir pafos var idi. Məsələn atıram da, məsələn deyək ki, biz o olmasın, bu olsun filminə baxsa və ya Arşın malını deyir. Ay qız Telli, bir çay gətir. Harada görmüşsünüz ki, bir adam belə, ay qız Telli, buradan eşit, buradan. Belə danışıq yoxdur da. Biz realda necə biz danışırıq? Yoxdur. Biz çox səmimi, amma orada bir pafos var filmlərin içində. Rasim Ocağovun dövründə həmən, yəni bu təkcə bizə aid deyil də, bu Amerika kinematografiyasında var. George, o belə danışırdılar, o tembr var idi. O yavaş-yavaş biz baxırıq ki, bir art hausuna halına dəyişirdi artıq. Bir də görürsünüz ki, artıq müasir filmlərdə biz elə planlar görürük ki, adamlardır. Əlxüsus məsələn İran kinematografiyasında və yaxud da bugün Türkiyənin böyük rejissoru Nuri Bilge Ceylanın filmdə 2 nəfərdir, oturmuş maşında gedirik. 45 dəqiqədə biz söhbət edirik. Plan da bir dənə statik plan arxadan qoyub. Ancaq bu adamlar söhbət edirlər. Amma o qədər dibinə kimi səmimi, çox təsirli. o qədər real danışılır, sanki bir sənədli filmdir. Rasim həmən Ocağov da 80-larda həmən Təxminə və Zaur. Orada görürsünüz də Təxminənin Təxminə inqilab idi mən deyərdim. İnqilab idi. Zaurun anasını telefonda zəng edib Təxminə dediyi o sözlər. Yəni bu biz nədir? Həm də o bir məişət leksikonunu az da olsa istifadə eləmək lazımdır ki, müəyyən mənada məsələ daha çox real şəkildə. Eynən Parkda da o cürdə oldu. Eynən Təxminə Zaurda Ölsən bağışdan özü, sonra otel otağı,
Bəli. Eee, Otel otağı da bir ayrı bir ayrı bir, şeydir ki, o da hə, mən həqiqətən görürsüz. çox dramatik Dəhşət. bir mövzuda çəkilib, çox ağır ki, həm də indi mən yeri gəlmişəm bir məsələni deyim, dramatik məsələ barəsində, həm də bir növ müasir dövrlə səsləşən, bugünkü hamımız bilirik ki, deməli, şanlı ordunun, Azərbaycan dövlətçiliyinin, deməli, şanlı qələbəsi 44 günlük Bəli. deməli qələbə ilə üst-üstə düşən, səsləşən bir yeni bir film, prodüser olduğunuz film İzmir şəhərində Turan festivalı oldu. Bəli, Səhv bəli, eləmirəmsə bəli. Beynəlxalq Turan festivalında xüsusi jüri mükafatını Mükafatına layiq qazandı. oldu, bəli. Siz orada prodüsersiz. Mən səhv eləmirəmsə. Filmin prodüseri, Filmin bəli. prodüseri. Mən istəyərdim bu barədə Hə. fikirlərinizi də Mən deyəsiniz. biraz düzəliş eləyim. Demək, bu film real hadisə əsasında çəkilibdir. Bəxtiyar Hacıyev adlı bir Aha. Azərbaycanlımız 28 il erməni əsirliyində qalır. Sonra bir cürə yolla orada azadlıqdan çıxır. Üzr istəyirəm, azadlığa çıxır Aha. və onun psixoloji travması haqqında da film. Filmin ssenarisi Ülviyə Heydərova məxsusdur. Təklif mənim dostum, mən artıq Elmarı uzun illəri tanıyıram. Elmar Bayrov hal-hazırda Amerikada yaşayır. Təxminən 16-17 illik dostluğa bağlı bizim münasibətlər bir dostluq çərçivəsində 17 ildir artıq. Ondan gəlir təklif. O özü o koronavirus dövrünə düşdüyünə görə filmin çəkilişləri onlayn şəkildə. Ha, o vaxtı çəkilib onda. Bəli, bəli. Biz təzə müharibəni bitirmişdik. Elmardan təklif gəldi. Mən də prodüser kimi və mənlə yanaşı Vüqar Yusifoğlu, Bəli. filmin rəssamı Pərviz Heydaroğlu və biz bir komanda yığıldıq. Quruluşçu operator Ruslan Ağazadə bu filmi çəkdi. Film keçən il Bakı Film Festivalında Elmar orada ən yaxşı rejissor mükafatına layiq görüldü. Bu il də biz İzmirdə Turan festivalındaydı. Yaxşı bir festival idi. 80-dan çox ölkə var idi. Yalnız 1300 ya 1500-ə yaxın bir film ora təqdim olunmuşdu. Ha, o qədər filmin içərisində Bəli, yaxşı çox nəticədir, gözəl, çox çox sevindim. gözəl Bəli. nəticədir. Bəli. Sözün əsl mənasında mən istəyirəm bundan da daha böyük mükafatlara Minnətdarım. qazanasınız. Sözün əsl mənasında bu bizim üçün uğurdur. Nəinki sizin timsalınızda ümumiyyətlə nə qədər kino rejissorlar var ki, bu sahədə çalışırlar. Hər birini arzu edirəm. Mən o biraz izləmişdim, açığı, yəni tam olaraq izləyə bilməmişəm. İndi nə gizlədim? Biraz izlədim. Orada Ağır filmdir ağır əslində. filmdir. Ağır filmdir. Mənim ora maraqlı lap əvvəllərində bir maraqlı bir məqam məni cəlb elədi. Deməli, uşaq ki gəlir orada ki suda ki məsələn deyək ki öz ehtiyacını, uşağın ehtiyacını aradan aparmaq istəyirlər, təbii ehtiyacını aradan aparmaq istəyirlər. Orada sonra o həmin o travması olan o adam gəlir, Bəxtiyar dediyimiz o şəxs də. O Üsal Hacıqədidir başrolda. Həmin Bəxtiyar real insandır. Bəxtiyarı canlandıran, Əhsən, canlandıran aktyor. Bəli. Orada gəlir, deməli onu öpür. Yəni çox maraqlıdır. Yəni orada bir növ milli şüura qayıdış, vətəni sevgi, yəni çox gözəl tərənnüm olur sözün əsl mənasında. Yəni bəzən o bayaqlar sən bilsən bu su nədir? Hə, bilsən bu su nədir? Məsələn mən o bir dəfə uşaq ikən dedilər ki, o vaxtı Qarabağ ərazisində olanda, Qarabağdan gələndə ki, o bizim belə deyək də ağırlı vaxtlarımızda 92-93-lərdə gələndə bir növ bəzi insanlar deyirlər ki, kaş qayıdardıq ora təzədən və o qədrini bilmədiyimiz torpağın qədrini bilərdik. Bəli. Belə bir ifadələr işlədirdilər həmin adamlar. Mən burada onu gördüm ki, insan necə onun qədrini bilir. Çünki böyük bir ağrı yaşayıb, böyük bir dərd yaşayıb. Bu baxımdan çox incə bir məqam idi. Sözün əsl mənasında mən təsirləndim. Minnətdaram. Çətindir. Adətən aktyor kiminsə ünsiyyətdə olanda o rahatdır. Yəni
ona bir-birinə enerji ötürürlər Bəli. hər iki şəxs. Amma burada Vüsal Hacıqədirin yaxşı, çox böyük oyunu var həqiqətən. Çox xoşum gəldi. Və onun o oyunu. adam tək danışır. Yəni Monoloq kimidir də ancaq. Bəli, bəli. Yəni bir adam dağla daşla danışanda biraz o yan bu yan olacaq teatr biraz və təsəvvür edin 1 sanatı. Ona görə Elmar Vüsal Hacıqədirlə demək olar ki, neçə aylarda məşq eləyirdilər. Yəni onu bir növ bəxtiyar etməyə çalışmışdı. Çünki Bəxtiyarın özündə Elmar tanıyırdı, kimdir, onun travmasına bələd idi. Mən hesab edirəm ki, bizim iş olduğumuza görə demirəm, bu uğurlu filmdir. Yəni bir art house kimi yaxşı filmdir. Yəni biz top, tüfəng, müharibə, vəhşilik göstərmədə bir insanın, bu insan yaşayır, amma buna yaşamaq demək olmaz da. Yəni gör müharibə nə pis şeydir. Nə yazıq ki, bu gün daha çox cəmiyyət ki, indi biz süni intellektin hakim olduğu dövrə qədəm qoymuşuq. Artıq getdikcə süni intellekt bütün sahələri əhatə eləyəcək, elə görsənir. Demək olar ki, artıq plagiat məhsullar daha çox üzdədir, plagiat, hardansa götürmələr filanlar. Amma bu fonda belə bir filmin ərsəyə gəlməsi və heç bir şeydən təsirlənməyərək öz zəkanın məhsulu, öz düşüncənin məhsulu və dediyiniz kimi, yəni adəti üzrə müharibə səhnələri ilə daha çox zəngin olan filmlərdən sıyrılaraq başqa bir kontekstdə təqdim eləmək, müharibəni göstərmək sözün əsl mənasında çox gözəl bir filmdir. Mən açığı deyim, bu janrda mənim ən çox gözləyən şəxslərdən biriyəm. Çünki yəni bizim anadan olduğumuz illər, elə o illərə təsadüf elə, belə deyək də, 92-ci il mən 12-13 yaşlarım vardı da o illərdə. Bizim o illərdə deyərdim ki, daha çox gözümüz bununla bağlı olan xatirələr idi ki, axtarırdıq ki, nə bunu əvəzləyə bilər, nə bizim o yanğımızı aradan apara bilər, susuzluğumuzu aradan apara bilər. Mən dəfələrlə film izləmişəm. Ən çox mənim diqqətimi cəlb edən məsələ budur ki, indi bu bir öz aramızda müzakirə edirik də. Yəni diqqətimi cəlb edən məsələ budur ki, biz belə deyək, məğlub olduğumuzu deməyək. Yəni 1-ci Qarabağ müharibəsi zəminində çəkdiyimiz filmlər 2-ci Qarabağ müharibəsində belə deyək 44 günlük zəfər dövründə olan filmlərdən daha çox olub, daha çox uğurlu olub. Bilmirəm bunun səbəbi nədədir. Bilmirəm, indi siz bu məsələyə də bir fikir bildirəsiniz. Bilmirəm, mən daha çox gözləyirdim ki, rejissorlara bir növ fürsət düşməlidir. Bunlar bu fürsətdən istifadə eləyəcəklər. İndi siz pərdə arxası məqamları siz daha yaxşı bilirsiniz. Baxın, yenə də biz boş dayanmamışıq. Məsələn, bizim hal-hazırdakı bir hədəfimiz var. Kölgəsiz Adamlar adlı bir animasiya hazırlıq gedir. Bilmirik bunu, xəbərimiz yoxdur. Yəni, süni intellekt məsələsinə gəlib çatacağım. Yəni, süni intellektin də burada rolu olacaq bir hardasa bir 20% təbii ki. 20%. Biz kölgəsiz adamlar haqqında istəmirəm bu spoiler verim. Spoiler olmasın. Hazırlıq gedir və hardasa qismət olsa, hələ yenə quruluşçu rejissor Elmarla işləyəcəyik bunu. Bir aydan sonra başlayacaq. Yəni, biz bunu kamerayla çəkəcəyik. Həmən kameradan çəkdiyimizin eskizləri ki var, onun üzərindən animatorlar başlayacaqlar rəngləməyə. Bəli, burada müəyyən gedişatda süni intellektin də faydası müəyyən qədər ola bilər, o təbii. Hərdən biz necə açdıq bu süni intellektə? Elə bilir ki, süni intellekt və bu incəsənət adamların işi getdi. Ya belə deyil. Dünənə kimi biz şotka ilə hesablayırdıq. Sonra bugün əlimizdə kalkulyator var. Yəni yenə də vasitədir. Yenə vasitədir, əlbəttə. Yəni belə balaca da qorxur belə cəmaət belə deyir ki, ay rəssamın işi getdi, nə bilim 5 mənkəs. Zaten belə deyək. Biz görürük. Bəli. Məsələn elə indi müasir deyək ki, indi bir neçə dənəsi var. Məsələn, lap elə informasiya aldığımız süni deyək. Məsələn, ChatGPT-nin özünü götürək. Bəli. Məsələn, baxıram mən. Nə qədər faydası var? Bəli, faydası var. Məsələn,
deyək ki, hansısa bir adam, şəxs barəsində məlumat almaq istəyirsən, o sənə daha çox onu yığıb dərc eləyə bilir. Belə deyək də, kollektiv Ən azı şəkildə. redaktə işlərində yaxşıdır. Bəli, redaktə işlərində məsələn mən baxmışam dəfələrlə, yəni yardıma çatır, insanın Bəli. yardımına çatır. Sadəcə məsələ burasındadır ki, onlar da elə həmin onların da bir işləmə mexanizmi var. O işləmə mexanizmi də bundan ibarətdir ki, sənin qoyduğun informasiyaları bir yerə yığır, gətirir. Yəni nəhayətdə yenə insanın rolu danılmazdır. Bu öz yerindədir. Yəni hər bir halda insanın o öz qatqısı, öz düşüncəsinin məhsulu Bəli, bir bəli. O da ayrıdır. bizə yardım edir. Bir ayrıdır, bəli. Bəli. Və bu baxımdan mən Və bu da qeyd edim Samir müəllim. Kölgəsiz adamlar da Xocalı faciəsi haqqındadır. O da festival, yəni animasiyası olacaq. Yəni bizim, yəni bu uşaqlara fokuslanan yaş kateqoriyası deyil bu. Bu böyüklər üçün bir animasiyadır, kölgəsiz adamlar. O da maraqlı bir maraqlıdır. Mən səbirsizliklə gözləyirəm ki, İnşallah. necə bir sözün əsl mənasında mənə maraq yaratdı. Bir də klassik ədəbiyyatımızda İmam Hüseynin sənədli filminin 6 hissəsini çəkmisən. Bəli, çox şükür. Bu barədə fikir bilmək istəyirəm. Bu klassik ədəbiyyatı İmam Hüseyn, yəqin bu klassik ədəbiyyata olan sevgidir. Bəli. Bir də mənim hal-hazırki ömrümün 2 hissə, onsuz da hamıda belədir də. Mənim də ayırsalar bir uşaqlıq dönəmim, bir gənclik dönəmim, bayaq bu əvvəldə danışdığımız kimi şəhər-şəhərdə böyüməyim, mənim 90'ların əvvəli, yəni biz 90'ların uşağı deyirlər bizə. Belə, elə ki. Bu 90'ların əvvəlində mənim məsələn İmam Hüseynlə bağlı bir gözəl şirin xatirələrim var. Onun içində nə qədər xəmirində bir kədər varsa, bir orada bir sevinç var. Məsələn, mən yadıma salanda heç vaxt kövrəlmirəm. Belə qəribə bir sevinirəm. Biz ayaqyalın, başı açıq küçələrdə sinə vururdıq. Bizim heyətimiz var idi. Məsələn, şəhərin Qızqalasının yanına piyada gedirdik Mərdəkana, Mir Mövsüm ağanı ziyarət edirdik, Nardarına gedirdik. Piyada bir heybətə gedirdik. Yəni bu rənglər, bu sözlər, o ahənglər ki var, mənim qulağımda idi. Həmişə niyəsə o vaxtları biz kino deyəndə lent nəzər. Dedim ki, mən böyüyəcəm. Bunların nə vaxtsa bu kişiləri, bu qoca babaları, nənələri lentə. Çünki nənəm də bir cürə mərsiyə deyirdi. Başqa adamlardan da eşitdim. Qəribə rənglər idi. Bilirdim bu muğam var bunun içində, bir milliliyi var. Amma nə olduğunu da uşaq idim. Sonra gəlib çatdıq bu gənclik dönəmi 20 neçə yaş. Mən uzun illər səs rejissoru işlədim. Bizim pultumuz var idi. Biz məclislərdə aparatura quraşdırırdıq. Səs mikrofonları. Uzun illər o fəaliyyətim oldu mənim. Orada da həyatımın qəribə bir halı baş verir. Yenə gəldim bu dərvişləri, məddahların səslərinə. Amma belə indikilərin xəttinə dəyməsin, inciməsinlər. O vaxtçılar da biraz başqa cür idi. Başqa cür idi. Mərhum Hacı Yaşar var idi. Bu indinin özündə Allah salamat eləsin. Məzəli, çox gözəl auralar. Onların sözü də, məzəsiz də, səssiz də, rəngi də, savadı da. İndi mərhum Hacı Yaşarın adını çəkdik. Ustad Hacı Aqil, Hacı Nasir, Allah ömür versin. Hüseyn çox istedadlı, gözəl sənətkardır. Sonra Əhlibeyt qrupu yarandı və o yaranan ərəfədə də mən orada başladım fəaliyyət göstərməyə. Mənim Ceyhun müəzzin sinif yoldaşımdır. Bəli, o da 190 nömrə məktəbdə bir oxumuşu. Belə 190 da çox istedadlılar yetişdirir. Görsə o da 190 yetişdirmiş. 189, 190. O Əhlibeyt qrupu yarandı. Sonra biz mühəndislərə getdikcə bu gənclik dönəmində o yenə o uşaqlıqla bunların heç biri artıq şeylər deyil. Bunlar hamısı insanın həyatının bir puzzle kimi bir hissələrdir. Bir növ bir işə xidmət edir. Bir Allah səni hazırlayır bir məsələyə. Gətirir. Sən demə, məsələn, bir yaxşı bir belə deyək də, xəzinə sayıla biləcək bir əsərlər ortaya alır. Baxın, Samircan, yanılmırsa Lev Tolstoy deyirdi, xoşbəxt o insandır ki, bir işə gedəndə xoşbəxtdir, bir də işdən qaydanda. Mən vallahi həqiqətən də çəkiş meydancasına gedəndə çox xoşbəxt oluram. Və hətta elə olur ki, gecəmi yata bilmirəm. O təəssüratla. Hətta bu 5 gün, 6 gün çəkir. Yenə də gecələri yatmıram mən. Ola bilər mən gündüzlər bir yarım saat, 15 dəqiqə meydancasa belə yoxlayım, tözə ayılım, üzmə su vurum, davam edeyim. Yəni bu sevgi, bir də işə getməyə can atar, xoşbəxt. Bir də işdən evə.
Yəni bir adam da ailəsində də xoşbəxtdirsə, o da xoşbəxt adam. Bu iki şey insanı xoşbəxt eləyə bilər. Mən həqiqətən də yəni xoşbəxtəm ki, sevdiyim işlə məşğulam və o dediyim o səslərlə, sözlərlə, o rənglərlə bir yerdəyəm. Bu məni Mən çox heç xoşbəxt edir. heç unutmaram. Allah rəhmət eləsin, dəyərli müəllimimiz Ələkbər müəllimə, Ələkbər hamımızın xatirəsində Ələkbər Bəli, müəllim bir dənə Məncə o Məhəmməd Füzuli prototipi idi. obraz idi. Bax mən Bəli, onu demək obraz istəyirəm. idi. Ələkbər müəllim rəhmətə gedən ərəfədə Hacı Elçinin gördüm ki, çox təəssüflə deyir ki, mən istəyərdim onu Bəli. Məhəmməd Füzuli Füzuli obrazında çəkim. Heyf ki, o qismət olmadı. Mən o yadımdadır, heç yadımdan çıxmaz ki, o siz onu yazmışdınız Facebookda da mənim xatirimdədir. Həm də o rəhmətli müəllimin obrazında bu şərikli çörəkdə bir baba vardı. O həmin milli koloriti olan əsl baba obrazı idi. Bəli. O simada mən görürdüm həqiqətən də. Daha çox sən deyəndən sonra mən görmüşəm. Bəli, O bəli. ki, nə kaş çəkilə bilərdi. Biz necədir? Çox bunu təəssüflə qeyd etmək istəyirəm ki, mən niyə bu yaşlı adamlara çəkirəm? Yəni biz baxsaq bu klassik ədəbiyyatda çox yaşlı adamlar danışır, nənə danışır, baba. Yeri gəlmişkən bu ideyada bir yerdə mərhum Hacı Şahin Həsənli ilə ruhu şad olsun. O təklif eləmişdi. Amma biz gözləmirdik də bu 6-ya kimi gedəcək. Mən bunları niyə çəkirəm? Məsələn, adama bəzi də inancdan kənar adamlar düz onlara heç vaxt bu məsələyə pessimist yanaşmayıblar. Bu nədir? Mərsi. Belə də deməyirlər. Çünki mənim təklif etdiyim mərsi onların da xoşuna gəlir. Çünki o səsləri özləri də eşidiblər. Mən təəssüf edirəm ki, 15 ildən sonra, 20 ildən sonra o cürə babalarla biz rastlaşmayaq. Bəli. Çox az rastımıza çıxacaq. Sözünüz. O nənələr də olmayacaq. Ən azı o filmlərdə yaşasın. Ən azı o bəzən sarıbaş nənələr olacaq, qırmızı baş nənələr çıxacaq. Yəni amma o olmayacaq. Bir də cürə məsələn dodağı, burnu biraz başqa nənələr olacaq. O nənələr olmayacaq da. Mən də deyirəm ki, bunu çəkin. O nəslə maraqlı olsun ki, belə bir yəni dövrün keçmiş adamlar. Necə bu gün məsələn biz deyək, bayaqlar deyək, şərikli çörəyə baxanda biz xatırlayırıq ki, bax belə bir şey oldu. Və də rəhmət oxuyuruq ki, nə yaxşı ki bu filmləri çəkiblər ki, heç olmasa tariximizdə də görürük onları. Onları görməyimiz. Rəhmətli Hacı Şahin Həsənli barəsində bir fikir. Allah mərhum Hacıya rəhmət eləsin. Amin. Bu bizim həm böyük bir, yəni bayaqlar bir söz, həm sevinc, həm qəm. Bəli. Ki bunun hər ikisini tərənnüm eləyən əzizimiz idi. Allah qəni-qəni rəhmət eləsin. İndi mən bir məqamı demək istəyirəm. Bir ifadə vardı, bir kitab vardı, daha çox adı belə gedir. Zamanı qabaqlayanlar. Belə bir kitab vardı. Mənim gözümdə Hacı zamanı qabaqlayan şəxs idi. Yəni üç zamanın üçünü də birləşdirirdi. Keçmiş, indiki və gələcək zamanı üçünü də birləşdirmişdi. Çünki bəzən o insan bir fikri bilirsə, onu tarixdən öyrənirsə, amma onu gələcək nəslə ötürə bilmir. Gələcək nəslə ötürməsində əziyyət çəkir. Hacı, mən o Hacının timsalında daha çox görmüşəm. Hacı da və müasir bugün günün tələblərinə uyğun, istər film sahəsində, istər başqa sahələrdə mən görürdüm ki, maraqlı idi ki, o insanlar ki, bugün belə deyək də daha çox gündəmə uyğun, amma yenə deyirəm o keçmişi qorumaqla, klassikliyi qorumaq şərti ilə, amma onu müasir gündəmə daşıya bilən bütün vasitələr hörmətlə yanaşırdı. Mən onu elə sizə olan münasibətində də çox görmüşdüm. Bəli. Şəxsən mənim həyatımda, mənim bir damcı yaradıcılığım varsa, bunun olmasında onun böyük bir əməyi var. Mərhum hacımızın son ömrünün demək olar 2 ilə yaxınını biz bir yerdə işlədik. Mənəvi Dünya İctimai Birliyində. Bəzi dostlar bəlkə də bunu bilmir. Mən onun haqqında danışmaq asandır, həm də çətindir. Asandır ki, cəmaət bilir o kimdir. Çətindir ona görə ki, hansı tərəfdən danışasan, hansı mövqeyindən danışasan ki, bu podkastda inanmıram sığar. Sığmaz. Çünki kinoya, mədəniyyətə olan zövqü,
məsanatlıq məsələsi, savadı, qabağı görmə qabiliyyəti, mənəviyyatı, Bəli. insanlarla olan münasibət, bunlar hamısı ayrı-ayrılıqda bir mövzudur. Bir ona görə mən həmişə 2 şeyə görə Allaha təşəkkür edirəm. Deyirəm ki, Allahım, nə yaxşı ki, məni xəlq elədin. Bir də təşəkkür edirəm ki, ilahi, nə yaxşı ki, məni Hacı Şahin Həsəninin dövrünə Təsadüf elədi. Vallah Yadın ciddən düşdü. deyirəm, yəni mən 10 il sonra da gələ bilərdim. Bəli. 20 il əvvəl də ola bilərdim, amma Müasir olmaq, onunla bir eyni bir Onun- dövr yaşamaq, Bəli. paylaşmaq Bəli. çox gözəl. Bəli. Mən bəzən sözün əsl mənasında o insan sözlər yetmir, insanın üz ifadəsi, insanın gözləri onu hər şey çatdırır. Mən onu həmişə sənin simonda görmüşəm. Yəni Bunu o da deyim Samir əzizim. Biraz izləyicilər səhv anlamasın. Ümid edirəm ki, bu dediyimi tam dinləsinlər. O bir dəfə, məsələn, o nəyin tərəfdarı idi? O deyirdi ki, yaradıcı insanlara qiymət ver. Söhbət elçindən getmir. Mənim timsalımda bir neçə qardaş da var. Hətta məndən də yaxşı bu işi bilən. Yəni burada mən deyə bir şey yoxdur. Mən belə deyək də ən zəifiyəm. Hətta mən sizə ciddi deyirəm. Amma kifayət qədər işini bilən adamlar deyirdi ki, onlara bir yatırım eləyin. Bir dəfə də nə olar ki, aşı verəndə İmam Hüseyn üçün onun yanında doğğa olsun, ayran olsun məsələsini biraz azaldın. Biraz da buna daha Buna çox diqqət edin. Bu diqqət özü xütbəsində hətta bir dəfə mənim adımda çəkmiş Zirədə məclis var idi. Bu Hacı Cavidgil məclislər Bəli, orada təşkil bəli. edilən əzizimiz. Orada demişdi ki, nə olar ki, bir dəfə gələ bilir ki, elçinə get 5000, 10000 ala get bu get çək. qurban olduqlarımdan bir gün öncə. Bizim Çox maraqlı. vəziyyət çox pisdir. Yəni onu gəlib çıxacaqdım. Vallahi söhbət məndən getmir, Samir. Bir də görsən məsələn, dəyər verdiyim bir adamın adını çəkmirsə, Ayxan Rəcabov səhv eləmirəmsə, soyadını səhv bloger, rejissor. Onun bir filmi çıxmışdı bir neçə il bunlar. Sonuncu şam yeməyi. Bəli. Orada molla personajı kifayət qədər belə gündəm olmuşdu, tənqid olmuşdu. Bir lağlağa da belə deyək. Və mənə də orada yazırlar ki, bu filmə bir münasibət, nə vaxt bizdə belə şeylər çəkiləcək. Mən də deyirəm, bu filmə nə münasibət bildirim. Mən bu filmə nə deyə bilərəm ki, ümumiyyətlə. Adamlar əziyyət çəkiblər, gediblər kino çəkiblər. Sən bunu yazan adam da kasıb adam deyil. Bir neçəsini tanıyıram, şirkətləri var, sağlıqlarına qismət, yaxşı maşınları olsun, istəməyən gözü kör olsun. Amma sən nə vaxt gəlin məni çatdın, dedin ki, qardaşım, gəl bizdə yaxşı. Burada molla pisdir, sən də bir dənə molla çək, onu yaxşı olan kimi təqdim elə. Olsun da bir dəfə də molla yaxşı olan. Nə vaxtda ki, molla lağlaq olur, molla şərəfsizdir, vicdansızdır, molla prikola tutulur. Bir dəfə də molla yaxşı olsun, molla nə qədər vicdanlıdır, nə qədər bu dəyərli insandır cəmiyyət üçün. Mən elə adamlar tanıyıram, eyni qədər tanıyırsınız. Amma bunlar gəlirlər ekrana həmişə prikol rəmzi kimi çıxıbdır. Və eləməyiblər. Söhbət molladan da getmir. Dəyər istəyirsən, biz deyək ki, İmam Hüseyndən də bir film çəkə bilmərik, çox böyük büdcəli, amma ən azında bir Həkimə xanım haqqında, bir Beybət haqqında bir sənədli film ki, çəkmək olar. Başqa işlər eləmək olar. Çox gözəl, çox gözəl. Əsəbləşdirməyə bağışlayın. Bir məqamı deyim, dini mətnlərdə belə bir qeyd var. Deyir ki, bir nəfər gəlir, qoca kişi, yaşlı bir kişi gəlir, dəstəmaz alır. Aldığı vaxtı İmam Hüseyn əleyhissalam və İmam Həsən əleyhissalam bunu görürlər. Görürlər ki, bu baba yaxşı dəstəmaz almır. Deyirlər, bir bax gör biz necə dəstəmaz alırıq. Elə bir növ o tədib deyirlər də, ona ədəbləndirmək. Kişi baxır, görür ki, bu səhv dəstəmaz alırmışım, amma buna elə bir gözəl dillə çatdırdı ki adam, bala mən səhv dəstəmaz almışım. Deyəsən, burada səhv falan varsa, səhv falan varsa mənəm. Çox maraqlı bir nöqtədir. Mən bunu nə üçün dedim? Mən Elçin Ağazadənin məsələlərə yanaşmasında bunu hiss eləmişəm deyə deyirəm. Bu yaxınlarda o qalmaqallı film ki oldu. Bəli. Buzovna
əhalisi ilə Hı -hı. deməli indi filmin adını çəkmək istəmirəm. Hı -hı. Belə bir qalmaqallı film olanda Elçin Ağazadə burada barışdırıcı mövqe Hı tutdu. -hı. Həm də barışdırıcı mövqe tutmaqla bir növ sən elə bir mövqedə olursan ki, bir növ həm yaradıcı insanı əzməmək şərti ilə, amma həm də bir növ o barışdırıcı mövqedə o insanları qazanmaq, rəhmətli Hacıda bu vardı. İnsanı qazanmaq, o qazanmaqla ona qoyulan hörmətlə bir növ tədib etmək, onu ədəbləndirmək. Bəli. Filmin rejissoru Elmir Rüstəmzadə idi. O film çəkildi. O da biz Samir müəllim necə deyim, bu YouTube platformasına fokuslanan bir film. Bəli. Yəni bu festival filmi deyil, ekran işi deyil ki, bu sabah bunu ASTV-də versinlər. Bu internet filmidir. Yəni özləri də ki, sıradan bir filmdir. Baxaq belə. Mən də görmüşdüm. Yəni mənim deyək ki, xoşuma gəlməmişdi, amma mənim ixtiyarım yoxdur deyim ki, bu nə kinodur. Çünki bir yerdə ki, kadrda hərəkət varsa artıq bu kinodur. Sadəcə olaraq kimsə zövqünə görə ola bilər, kimsə zövqünə. Amma kimsə deyə bilməz ki, bu nə kinodur filan. Amma orada bəlli bir problem var idi ki, məsələn, orada mən Bakı cəmaatı ilə hardasa razılaşırdım və Elvinlə bizim də söhbətimizin əsas bara düşdü ki, əgər adamlar çoxluq şəkildə bir yerdədirlər, güclüdürlərsə və bəlli iradlarını bildirirlərsə, bu kinoya edit etmək, yəni düzəliş etmək mütləq gərəkdir. Çünki orada bəlli bir ünvan qeyd olunmuşdu. Həmin ünvan da bu zonada Ayna Sultanova küçəsidir. Biz necədir? Mən Bu artıq bəlli bir yerdir. Bəlli bir yerdir. Yəni siz nə istəyirsiniz çəkə bilərsiniz, sizin öz işinizdir və bizim də ixtiyarımız yoxdur ki, sizdən sırlar dünyası umaq. Yaxşı eləmisiniz çəkmisiniz. Amma cəmaatın ünvanının adını niyə çəkirsən? Elvin Rüstəmzadə dedi ki, Elçin, valla mən bunu senaride prosta da elə bildim ki, bura misal olaraq nə deyirlər ona? Şablon desə də bir Nümunə kimi çəkmişəm. yəni belə də yəni adı heç belə bir ad yoxdur. Sadəcə olaraq yazıblar. Hə, yəni heç fikirləşməmişəm ki, Ayna Sultanova Həqiqətən, çünki o adında bir yer adamı var. Səndə tanıyıram. var imiş. Bəli. O tanıyıram, o çox vicdanlı, şərəfli insandır. Bəli. Həm də sənəti də öz yerində. Orada da təsəvvür eləyin, deyək ki, bəlli bir 1000 nəfər, orada 13 yaşında qız böyüyür, 14 yaşında. Bəli. Balaca uşaq var, Seyidi var, inançısı var, Bəli. nə bilim, şəhid ailələri var. İndi deyirsiniz ki, burada nə baş verir? Təəssüf ki, bizdə belə bir şey var. Məsələn, biz adətən avtobusa düşəndə və ya taksidən deyir, turbazanın yanında saxlayarsan, yetim eyvazın qarajları, belə bir xalq arasında deyimlər var. Məsələn, bizim Hövsanda 2 məhəllə yuxarı belə bir küçə var, Vahabilər məhəlləsidir. Amma orada ki, bir Sələfi, Vahabi yaşamır. Sadəcə olaraq 2019-cu ildə kimsə mağaza açmışdı. Seyid Nurəddin gildən biraz yuxarıda. İndi yoxdur. Prosta indi kimsə ora deyəndə ki, məsələn, maşını harda saxlamısa, deyə Vahabilər məhəlləsində. Orada təsəvvür eləyin, film gedir. 200.000 adam baxıbdı. Yazdılar, üzr istəyirəm, izləyəcəm. Bu xalaşqa Ayna Sultanova küçəsindədir. Təsəvvür edin, cəmaatın beynində o xala məhəlləsi kimi formalaşır. Adamın da ixtiyarı var, 13-14 yaşında uşaq böyüdür. İstəmir bu küçəsi belə bir murdar təxəllüslə məşhurlasın. Və bəlli haqqı var, çağırır ki, öz istəyirəm sildirmək, ona düz orada hamının şeylər, elə adamlar var, söyüşlə, təhqirlə yazıldı. Mən onu da bu zona cəmaatına rəva bilmirdim, belə bir şeydən yanaşarlar. Amma əl-qərəz artıq ox yayından çıxıbdı. Həm də mən nə edim? Üzr istəyirəm Samir müəllim, mən bağışlayasan, qurban olaram. Mən Elvinə dedim ki, mən təklif edirəm ki, gedək biz bu zonaya, orada bir ağsaqqallarla görüşək. Məsələn, Axın Sultanla aramızda yaş fərqi böyük olsa da, mən ona dost hesab edirəm, böyük əmi, böyük qardaş hesab edirəm, gedək yanına. O da bizi sağ olsun, gözəl qarşıladılar, biz oturduq. Yanımızda filmin baş qəhrəmanı Səmimi Fərhad da oradaydı. Onlar gəldilər ki, sinat verin, bu Quran hörmətinə edit eləyin, da bu söhbət silinsin. Bağlansın, bəli. Onlar da edit elindi, edit olundu, montaj olundu. Heç nə. Prosta nə baş verdi? Bəzi o adamlar başladılar şeyləmək ki,
ay mədəniyyət aldan getdi, inanclılar yığışdı orada, nə bilim, Bəli. bu zona cəmaatı. Nə mədəniyyəti qardaş? Cəmaatın küçəsinin adını çəkmirlər. Xoşdan da gəlməyib. Bunlar da biraz çox oldu. Yəni sözləri keçərli olsun. Bəli. Əgər siz çox oydunuzsa gələrdiniz bu cəmaatın başına. Yəni yaza bilirsən, gəl özün görüm o Bu qabağına cür- çıxa Bəli, bilirsən. bəli, gözəl. Yəni mən narahat oldum ki, həmən rejissorun ailəsinə, aktyora nəsə bir baş verən nəsə. Ona görə bu belə getdim ortalıqda bir Manaf Ağayev rolunu oynadım. Bir də barışdırıcı bir rol oynadım. Əslində Elçin, mən sənin bu rolu deyə, bu yolu deyə alqışlayıram. Sözün əsl mənasında çox az adam bu gün barışdırıcı mövqedən çıxış eləyir. Çox az adam. Adətən iki cəbhəyə bölünür. Ya ifrat, ya təfrit. Ya bir tərəf deyir ki, belədir. Yəni adam asılmalıdır. Bir tərəf də deməlidir ki, belə. Yəni o cəbhələşmə bu günləri hər məqamda görürlər. Mən indi o barədə istəmirəm çox danışım. O əqrəb mövsümü məsələsində də belə bir şeylər olmuşdu. Orada da həmin aqibəti yaşadılar. Sevmir. Mədəniyyət, mən bayaq dedim ağa, azadsansa hər nə istəyirsən çəkə bilər. Amma o şeyə gərək varmı məsələsi Bəli. və əgər o şey gərək varsa elə, yoxdursa eləməli desən. Məsələn, biz bunu məsələn olar biraz da rahat açıq deyim. Bəli, rahat danış. Məsələn, deyək ki, bir nəfərin ürəyi bulanır, bu adam qaytarır. Biz görürük ki, o əlini tutub divara və bəlli arxadan biz onu görürük ki, Bəli. öyür. Yəni nə ehtiyac var ki, onun ağzından çıxan hər şeyə görə. Görə. Əgər o onun ağzından çıxan şeylər detallı ilə bizə nəsə verəcəksə, göstər. Ya verməyəcəksə, Bəli. bu murdarçılıqdan başqa bir şey deyil. Bəzi kinematografiyada görmüşəm bayaqları. Hı. Dediniz, bəzən o Sovetin özündə də var idi ki, Sovetdə məhdudiyyətlər rejissorları biraz professionallaşdırdı ki, o şeyləri aşkar göstərməməyə elə işarələrlə göstərdilər ki, sən bilirdin ki, bu artıq həm də burada professionallıq lazımdır da. Yəni şərt deyil onu gedib çılpaqlıqla aşkar şəkildə göstərəsən. Orada elə bir şey eləyə bilərsən, hamı bilər ki, söhbət nədən gedir. Yəni o rejissorun da məsələsi var burada, önəmlidir. Mən istəmirəm bunun üzərində daha çox dayanaq. İndi mən istəyirəm ki, yəni bu gün rejissor zövqü formalaşdırmalıdır, yoxsa zövqə uyğun hərəkət eləməlidir? Yəni çəkdiyi bu günləri zövq var, xüsusi bir zövq var, ona uyğunlaşmalıdır, yoxsa özü zövqü formalaşdırmalıdır? Azaddır. Heç vaxt o toplumla şey olsa, o toplumun kəbinli arvadı, o rejissor deyil. O azad olmalıdır. Gözəl. Azad olmalıdır. O Amerikanların sözü var İngilizcə. Freedom. Qışqırır Mel Gibson axırda. Azadlıq. Sən azadsansa, bayaq dediyimiz iki sualın cavabı. Sən rejissorsan, azad deyilsənsə alınmayacaq. Və təəssüf ki, çətindir azad rejissor olmaq. Söhbət azadlıq deyəndə o biraz burada söhbət hər hansı bir siyasi məsələdən getmir. Hər bir məsələdə, istər inanc məsələsində, istər toplumun təyini məsələsində, istər mentalda, yəni sən hər bir şeydə azadsansa, sən rejissorsan. Yəni kimsə sənin azadlığını əlinə alacaqsa, sən olacaqsan. Bəli, mən çox razıyam sözün əsl mənasında. Bu günləri kimlər yəni azad mövqeyini qoyublar ortalığa, istənilən sahədə, onlar yaşayıb. Əhsən. Bax, bayaqları siz Rasim Ocağovun adını çəkdiniz, elə bizim podkastımızın əvvəli o dövrdən sıyrıldı o. Əhsən. Bəs mən də deyirəm ki, əzizim, molla prototipiki var. Biz elə molla fırıldaqçı görüb prikola tuturuq. Bir dəfə də nə olar ki, bir ailənin içində bir görək bir kənd yerində molladır, ucqar bir kənddə. 44 günlük müharibədə şəhid gəlir. Bu çəkdiyi əziyyəti deyərlər. Neynir? Yağışın altında cəmaatın qəbrini qazır, eləyir bunu. Öz gedib nəyini satırsa bula. Bu adamları var, mən tanıyıram. Vallahi tanıyıram. Elçin bəy, bir dənə söz deyim. Hə. Bu yaxınlarda Türkiyədə hamımız onu hardasa qarşımıza çıxır. Qassal dizisi deyildi. Qassal serialı çıxdı da bizim bildiyimiz Ölüyüyan obrazı. Ki mən gördünüz yoxsa yox, bu yaxınlarda o
o film daha çox məşhurlaşdı. Hamı ondan statlar gətirməyə başladı. Sadə bir məsələyə müraciət olunmuşdu. Hamımızın bildiyimiz məsələyə müraciət olunmuşdu. Amma o orada bir növ reallığı cəmiyyətə çatdırıldı ki, yəni real budur. Məsələ bundan ibarətdir və adamın üzündə də bir emosiya yoxdur, emosiya yoxdur. Adam öz acısı ilə assosiasiya eləyib də o şeyi. Sözün əsl mənasında niyə biz bəzən deyirik ki, bu mövzuya toxunma. Bəzən sadə bir mövzudan elə bir həqiqətləri ortalığa çıxartmaq olar ki, cəmiyyət də deyir ki, bax elə mənim axtardığım budur. Bizim problemimiz bax hal-hazırdakı kinomuzda budur ki, qəhrəman yaxşıdırsa, biz onu deyəndə həmkarlarım dibinə kimi yaxşı göstəririk. Elə bir adam mən hansısa bir filmdə elə bir adam Həzrət Əlidir. Estağfurullah. Bu qədər də məsələn bu yaxınlarda bir filmə getdim. Bu böyük şəxsi haqqında istəmirəm adını çəkim. Adamı elə bilirəm ki, bu qədər də yəni adamın nefti çıxmır və adam vecinə deyir, Allah kərimdir çıxacaq. Ha bu qədər də rahat olmadı. Sən Həzrət Musa peyğəmbərsən Allahla. Daha real formada. Ya qəhrəman dibinə kimi super adamdır, nöqsansız, belə bir adamı tanımırıq. Ya da ki bu adam mənfidirsə, dibinə kimi alçağın biridir. Hind filmlərində yox da, yəni bu adam əcraf rolunu oynasa da biz bunun bəlkə bu pişiklərə münasibəti yaxşıdır. Sonra pişiklərə yemək verir, sonra gedir o çikatila kimi adamları yeyir, onun qarnından quta bilib yeyir də. Amma pişikləri sevir bu. Pişikləri də sevir. Manyakdır. Amma bir dəfə də o pişiklərə olan rəhmin görə də bu qədər də adamı dibinə kimi. Bəli. Mən daha çox dediyim, bayaqlar tənqid elədiyim, məsələn mən daha çox təriflədiyim, təqdir elədiyim o 90-larda çəkilən Qarabağ filmlərində Qarabağlı bəzən görürsən ki, indi erməni biz bilirik ki, erməni belə deyək, xislətindən xəbərimiz var. Nə qədər onu belə deyək də, əlbəttə ki, bir qərəyi biz ondan bir müəyyən bir şeydə saxlamalıyıq, münasibətimizi qorumalıyıq. Amma baxırsan ki, əlbəttə ki, biz bunu gözəl şəkildə bilirik. Sadəcə bəzən filmlərdə onu gətirirlər, elə bir obraz verirlər ki, çox belə bir onun nifrəti obraz üzərindən, obrazın ən bədheybətini, ən eybəcərini gətirirlər, verirlər. Yəni axı biz görürük ki, realda bəziləri var ki, məsələn deyir, sima cəhətdən də bir baxırsan ki, sima cəhətdən də bir yaraşıqlısı ola bilər, amma bu o demək deyil ki, biz ona məhz bu üzərdən ona nifrət eləməliyik. Bax bu mənim əslində o da bir yaralı yerimdir. Elə bir ki, illah da mənfi adam mütləq şəkildə eybəcər olmalıdır. Məsələn, o xüsusi bir belə səslə danışmalıdır. Məsələn, mən İran kinematografiyasında İmam Rıza filmləri götürək. Serialını daha doğrusu. Orada məmul görürsün, simpatikçini bir dənə. Bəli. Qaqaş qoyublar orada. Adam bəzən çaşır ki, bəlkə bu... Yəni, bu yaraşıqlı olmayıbsa kim olacaq? Yedi onu, ən yaxşı maşın onda elə at. Bağışda mən saçına, saqqalına qulluq edir. 3-4 arvadı. Da bunun da simpatikçini olmasın da kim olsun da. Yəni bilcək. Amma biz Babək filminə baxsaq, məsəl üçün, orada da bir başqa bir şey görürük. Babəkə qarşı bir pafosdur. Yəni mənə elə gəlir ki... Biz daha çox mesajda o şəxsin... Yəni mən bu günləri Həzrət Loğman haqqında bir film çəksəydim, misal üçün. Mən təxminən eşitdiklərim, bildiklərim, indi dostlar, biz oradan burada mütaliə eləmişik. Deyirlər, Həzrət Loğman heç də bir yaraşıqlı adam olmayıbdır. Hətta deyirlər, mənəm biraz burnu belə olub, qara dərili olub falan. Belə siz daha yaxşı bilərsiniz. İndi mən bunu necə bu nurani, pirani, ya adamın daxili nura ehtiyac yoxdur ki. Bəzən mesajın daha çox həqiqiliyini çatdırmaq lazımdır. Və çox film səmimi görsənəcək. Biz əksinə çox belə deyək ki, hər şey, həyatı düzəmi yerində olan adamın bir şərəfsizlik filmdə başa düşdükdə, film budur da. Yoxsa biz bəri başdan onun səsindən tutumu, vücuduna kimi biz bilsək ki, bu məhvədir. Bu nə film oldu? Film deyil ki bu. Bu filmdir, adı filmdir. Amma o dərinlikdəki film deyil o. Çox gözəl, çox gözəl. Mən də buna qarşı elə həqiqətən sözün əsl mənasında nə deyəcəklərim vardı hamısını. Var olsun, sağ olun, minnətdaram. Mədəniyyət incəsənət kəlmələri. Həqiqətən biz
bildiyimiz kimi bəzən bir ifadə işlədirik ki, bu mədəniyyət, bu incəsənət nümunəsidir, mədəniyyət nümunəsidir. Bunun həqiqiliyi barəsində bilmək istəyərdim. Mədəniyyət biz ümumiyyətlə Azərbaycanlılar inanca, mental dəyərlərə o qədər qiymət vermişik. Sənət məsələlərində də bəlli bir umacaqlarımız olubdur. Məsələn, var sənət, məsələn, bərbər, bənna. Bir də var sənətin yanına bir incə sözlə qoyuruq. İncə sənət. Yəni bu rəssamdır, bu Estetiklik. estetik. Burada bir xalçaçılıq var. Burada bir miniatür rəssam, bu rejissordur. Ya bu incəsə, bundan ehtiyatlı olmaq lazımdır. Bu adamın niyyəti mədənidir. Mədəniyyət. Bəli. Və həmişə də elə bilirik ki, mədəniyyət bu gözəl şeylər. Çünki həm də Sovet dövründə də bir tərbiyə, İdeologiya. senzurası var idi. Bu günləri biz mədəniyyətdən kənar şeylər görəndə deyir bu mədəniyyəti. Amma təəssüf ki, lüğəti mənim ana dilimizdən o kəlmə çıxsaq, bu ki ingilis dilində artdı və art sözü də Yunancadan artist sözündən gəlir. Amma artist sözü ki var, yaratmaq, bacarıqlı. Yəni bu adam yaradırsa, çiklidə yaradacaq. Təəssüf ki, mədəniyyətdir bu. Yəni ana dilimizdəki mədəniyyət yox, həmən o mədəniyyətdir. Belə də bu mədəniyyət. Mənəviyyata xidmət edəcək mədəniyyətdir. Bu hərəkət Hər iki halda. Üz istəyirəm. Kimsə mənəviyyat haqqında da kino çəkib, film çıxan gündən 5-10 il sonra Almaniyada artıq porno kinematografiyası, porno üslubda filmlər çəkilirdi. Və buna mədəniyyət bilirlər. Və kimsə biz desək ki, bu mədəniyyətdir, bu nədir? Deyəcək, qardaş, mədəniyyətdir, sənin ana dilindəki mədəniyyətlə düz gəlir. Bəli. Hə, biz İslamda da bəzən ifadə işlədəndə var lüğət mənası, var istilah mənası, terminoloji mənası. Bunlar çox gözəl, aydın. Biz yenə də izləyicilər öz kəlməmizə uyğun bəlli umacağımız var. Bəli. Yəni biz həmişə bizlə səsləşən. Bəli, bizlə səsləşəni ummuşuq və bəlli iradlar da olanda mən hardasa cəmiyyəti qınamıram da. Onlar bəzən deyir ki, siz kinoyu görməmisiniz. Kinodur da bu. Yəni illah da ki, bu mesaj verməlidir. İllah da bu mədəniyyətə xidmətdir. İllah da ki, burada mənəviyyat olmalıdır. Xişnik kinosunda gelib meşədə adam gedir. Bu cəmiyyətə nə mesaj verir? Adam vampirdir. Gecələr durur, cəmaatı, qonşuları yeyir. Bu kinoteatr gəlir. Bu hansı mədəniyyətə xidmət edir? Yəni burada cəmiyyət nə mesaj götürəcək? Kinodur da bu. Siz də yapışmışsınız, ancaq sırlar da. Biz demirik, biz də bilirik bu mədəniyyətdir. Burası cəmaatın umacağı kəlmə o deyil. Rəhmətli Səməndər Rızayevin ifadəsi bu kinodur. Bəli. O yəni sözün əsl o yerinə düşdü. Bəli. Elçin, inanırsan, o qədər səmimi bir ortam oldu sözün əsl mənasında. Yəni mən gözləmirdim açığı ki, fikirləşirəm mənim sahəm deyil, amma bütün aurozun o müsbət enerjisi məni danışmağa vadar elədi. Qurbanım, Səmir, siz deməyim də həmişə olduğu kimi, sən mənim əziz dostumsan və çox dəvətlər olur böyle podkastlara. Mən maksimum dərəcədə qaçıram, maksimum dərəcədə. Bir neçə zəngdən sonra mən artıq eləməzdim, imtina edəməzdim. Çox sevindim ki, gəldim. Gözəl oldu. Əslində mən elə başa düşürəm ki, bəzi məsələlər adam ürəyi doludur. Onlar gərək çatdıra. Təşəkkür edirəm. Mən sənə çox təşəkkür edirəm ki, gəldin. Əziz dostlar, bugünkü podkastımız da burada bitdi. İnşallah yeni podkastlarımızda hər bir halda yenə həmişəki sözümü qeyd edirəm. Deməli, rəy bölməsində tənqidlərinizi, hansısa bir şəxsin simanı görmək istəyirsə, o şəxsləri qeyd eləməyi unutmayın.